Öz doğma atasını, bacısını və anasını döydüyü üçün 7 bıçaq zərbəsi ilə qətlə yetirən Ayxan Vəlizadənin məhkəməsi davam etdirilib. Bakı Arzantlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə şahidlər dindirilib. Mərhumun atası, eyni zamanda təqsirləndirilən şəxsin babası olan Umid Vəliyev ifadə verərək nəvəsinin günahsız olduğunu deyib. Nəvəm günahsızdır. Bir yerdə yaşayırıq. Hadisə günü mən evdə olmamışam. Oğlum 20 il idi ki, ailə qurmuşdu. Ailəsi ilə münaqişələri olanda əlinə nə keçdi onları atırdı. Hadisənin detallarını ailə üzvlərindən soruşdum. Nəvəm tərbiyəli, sakit övlad olub. Onun evdə heç bir pis hərəkətini görməmişəm, eşitməmişəm. Nəvəmə qarşı heç bir şikayətim yoxdur. Hadisəni gəlinimdən öyrəndim. Oğlum İftixarın əlində bıçaq olub və qızını vurmaq istəyib. Bu zaman gəlinim ortaya girib, əlini qabağa verib, əlindən xəsarət alıb. Ayxan da anasının qan içində görəndə düşünüb ki, bıçaq anasının qarın nahiyəsinə girib. Bundan sonra atasının əlindən bıçağı alıb və ona zərbələr indirib. Sizdən xahişim budur ki, möhtərəm hakim, ona ədalətli hökm çıxarasınız. Mərhumun anası və təqsirləndirilən şəxs Ayxan Vəlizadənin nənəsi Teranaz Vəliyeva isə ifadə verməkdən imtina edib. O məhkəmədən xahiş edib ki, nəvəsinə yüngül cəza verilsin. Məhkəmənin növbəti icrası iyunun 24-nə təyin edilib. Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrın 11-də Sabunçu rayonunun Ramana qəsəbəsi Gülçülü savxozu ərazisində baş verib. İttiham aktına göstərilib ki, həmin gün saat 21 radələrində Ayxanın atası 1981-ci il təvəllüdlü İftixar Vəlizadə qızı Lamiyəni dərsdən qayıdarkən yolda bir oğlanla gördüyünü bəhanə edərək döyüb. Hətta evin mətbəxindən bıçaq götürərək ona xəsarət yetirmək istəyib. Bu məqamda anası Səadət Vəlizadə hadisəyə mane olmaq istəyəndə atası ona da xəsarət yetirir. Ayxan atasının bacısına və anasına yetirdiyi xəsarətləri görüb, onun bu əməllərinin qarşısını almağa çalışır və o atası ilə əlbəyağı olur və bıçağı onun əlindən alaraq zərərsizləşdirir. İstintaqla müəyyən edilib ki, buna baxmayaraq Ayxan atası İftixar Vəlizadənin bu qanunsuz və aqressiv hərəkətlərini davam etdirməsinə hiddətlənərək ondan qəsdən qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib. O, həmçinin bıçaqla atasının bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 7 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Ayxan məhkəmədə ifadə verərkən tutduğu əməldən peşman olduğunu bildirib. Ayxan Vəlizadə məhkəmədə həmçinin onu da bildirib ki, atasını qisas məqsədi ilə öldürməyib. Onun sözlərinə görə atası həmişə anasını döyüb və onu xəyanətdə günahlandırıb. Atam həmişə anamı xəyanətdə günahlandırırdı, döyürdü, yazıq qadının gözünün yaşının tökülmədiyi bir gün yox idi. Mən anamı müdafiə edəndə məni də anama qatıb şirküt edirdi. Anam neçə dəfə boşanmaq istəsə də, atam bunu edəcəyi təqdirdə onu öldürəcəyi ilə hədələyirdi. Qeyd edək ki, Ayxan Vəlizadəyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmək maddəsi ilə ittiham sürülüb. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.